Soyuq suyu ayağının altına qoy. Möcüzəni seyr elə. Səhər gözlərinə inanmayasan. Bunu heç bir həkim sənə deməyəcək. Diqqətlə dinlə. Ayağın ağrıyır, əzələlərin ağrıyır, sümük ağrıların var, daha ağrımayacaq. Daban mahmızı var, yoxa çıxacaq. Əsəbi stresi olursan, olmayassan. Necə eləyəsən, ekrandakı ürəyi qızart və profilin üzərində gördüyün üstəgələ işarəsinə toxun, izah edeyim. Götürürsən yarım litrelik qabı. Adi su ilə doldurub qoyursan marizelkiyə. Bızlayandan sonra götürürsən onu nəzik parçaya bükürsən, axşam yatmamışdan əvvəl 5 dəqiqə, çox yox, ayağının altına belə dairəvi şəkildə hərəkət elətdirirsən. Bütün damarlar ayaqdan keçdiyi üçün soyuq qan devranını sürətləndirəcək, əzələlərdəki gərginliyi azaldacaq, oynaq və sümük ağrılarını azaldacaq, daban mahmızına çox faydalıdır, əsəbi gərginliyi yoxa çıxardacaq. Deməli, bu cür faydalı videoların davamı üçünsə məni takip edin ki, profilin üzərindəki plus işarəsinə toxunun ki, sağlamlığınızın qeydinə qalan əzdasınız. Baloğlanla hər zaman sağlam qalasınız. Bu videonu isə hər kəslə paylaşın. Qoyun hər kəs məlumatlı olsun.